Baxın, nə deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem? Həqiqətən bir insanın cənnətdəki dərəcələr yüksəldilər. O soruşa, bu mənə haradan gəldi ey Rəbbim? Ona belə deyərlər, sənin övladın sənin üçün etdiyi bağışlanma diləməsi sayəsində. Yəni, Rabbiğfirli və li valideyyə, Rabbiğfirli və li valideyyə. Kim istəməz ki, valideyni əgər axirət dünyasındadırsa, Allah təala onun məqamını artırsın. Hər kəs bunu istəyər. Yəni, bu hədis nə deməkdir? Valideynlər üçün dua, onlar üçün bağışlanma diləmək axirət həyatına müsbət təsir göstərir və cənnətdə dərəcələrinin yüksəlməsinə səbəb olur. Və Allah təala Əl-İmran surəsi 17-ci ayədə buyurur, sübh vaxtlarında bağışlanma diləyənlər. Əl-vəli müstəğfirinə bil-əshar, sübh çağında istiğfar diləyənlər. Niyə görə? Baxın, nə deyir? Bu sübh vaxtlarını istifa etməyin xüsusilə fəzilətinə dəlildir. Yəni, xüsusilə səhər vaxtı, yəni sübh namazına az qalmış, çoxlu neynəmək? İstiğfar diləmək. Xüsusilə sübh namazına az qalmış. Bu, ən gözəl, yəni istiğfarın hər zaman eləmək olar, amma ən yaxşı vaxtı nədir? Namaz qılıb mı eləyəsək daha yaxşı olar? Namaz qılandan sonra, namaz qılandan əvvəl fərqi yoxdur. Xüsusilə sübh çağında Allah təala ruziləri endirdiyi vaxtı İnsan nədir? Dilindən düşürməsin. Xüsusi bir namaz var mı onun üçün hocam? Yox, sadəcə əstəğfirullah, əstəğfirullah və yaxud da ki, Rabbiğfirli və li valideyyə